Salam müəllimlər, biz bugün 7-ci sinif dərsliyindən 5-ci mövzumuz olan stulların təmiri mövzusunun izahına baxırıq. Məktəb partalarının və stullarının metal hissələri, baxın bu hissələri, gövdələri nadir hallarda sınır. Elə buna görə də onların təmirinə elə də ehtiyac duyulmur. Lakin faner hissələrinin oturacaqdır, sökünəcək hissələridir, tez-tez təmirə ehtiyac yaranır. Şagird stullarını necə təmir etmək olar? Təmir etməzdən əvvəl biz ilk öncə zədələnən hissənin zədələnmə dərəcəsini qiymətləndiririk. Əgər sadəcə cızıq varsa, biz onu cilalamaqla da bərpa edə bilərik. Yox, əgər faner mexaniki zədədən təbəqələrə ayrılırsa, rütubətdən təbəqələrə ayrılırsa, onda onun təmiri bir qədər çətinləşir. Bunu biz təmir etsək də bir neçə ay biz stolun ömrünü uzadırıq. Lakin sonradan yenidən fanerdə tilişkələr əmələ gəlir ki, bu da məktəbli geyiminin cırılmasına, didilməsinə gətirib çıxarır. Şagird məktəbli geyimlərinin təmiri faner lövhəciyinin dəyişdirilməsindən baha başa gəlir. Ona görə də biz əsaslı surətdə onların təmirinə və yaxud da ki, yenisinə əvəz edilməsinə diqqət ayırmalıyıq. Məktəbli stullarının əsas hissəsi şagirdin ayaqları istiqamətlənmiş, baxın bu hissələridir, tərəfidir. Oturacaqlarda olan qopuqların təmiri o qədər çətin deyil. Onu yapışdırmaqla da biz təmir edə bilərik. Cilalamanı cilalayıcı maşınının köməyi ilə yerinə yetirmək daha asan və daha yaxşı olar. Əgər təmir edilən stul sayı 2-3 ədəddən artıq deyilsə, biz cilalamanı əl ilə də yerinə yetirə bilərik. Bu zamanda istismar zamanı korlanmış hissəni, yalnız bir hissəni deyil, bütün səthi biz bərabər cilalasaq daha yaxşı olar. Həm görünüş cəhətdən də uyğunluq olar. Cilalama prosesində köhnə lakı biz tam və yaxud da ki, qismən cilalayaraq çıxarda bilərik. Cilalamadan sonra stolun səthində deşikləri qalarsa, onu da kiçik faner hissələri ilə yapışdırmaqla bağlaya bilərik. Yapışdırma zamanı da biz təmir edərkən epoksit və PVA yapışqanından istifadə edərək bu işi yerinə yetirə bilərik. Epoksit PVA yapışqanı da taxta detalları yapışdırmaq üçün istifadə edilən yapışqan növləridir. Laklama. Məktəb mebelinin üzəri nitrosellyuloz lakla örtülür. Lak parlaqdır, demək olar ki, səthə dərhal hopur. Nitrosellyuloz lakların parlaq görünüşə malikdir. Ev temperaturunda çox tez, təxminən 2 saata quruyur. Stulu 3-4 dəfə laklamaq lazımdır. Lak bir neçə dəfə sürtülərsə, qopuqlara, çatlara daha yaxşı yayılar. Stulu mexaniki, termiki və rütubət zədələmələrinə qarşı dayanıqlı edir laklamaq. Əgər çox təbəqəli laklama çətinlik yaradarsa, bunun əvəzinə biz PF 283 mebel lakından və yaxud da ki, PF 231 parket lakından istifadə etməklə də laklamanı həyata keçirə bilərik. Bu lakları çox qurutmaq lazım gəlir. Yəni, onların qurulma müddəti daha uzundur. Lak 48 saata qismən quruyur, 7 günə isə tam olaraq bərkiyir. Laklama zamanı əl altında hərəsindən bir banka olmaqla həll edicisi, lak həll edicisi və white spirt durulaşdırıcısı olmalıdır. Lak həll edicisi lakın qatılığını lazımı tərkibə gətirmək üçün istifadə edilir. Uyat spirt durulaşdırıcısı isə döşəməyə, paltara düşən ləkələri silmək üçün istifadə edilir. Təmir edilmiş əşyaların qurumasını gözləməyə bir həftə vaxt ayırmaq lazımdır. Əgər bu vaxt yoxdursa, bu zaman ən asan variant məktəbli stulu üçün oturacaq və sökənəcəkdən ibarət təmir dəsti almaq lazımdır. Baxın, oturacaq və sökənəcək təmir dəsti almaq lazımdır. Sıradan çıxmış stulları operativ təmir etmək üçün məktəbdə ən azı 30-40 təmir dəsti olmalıdır. Yəni, əgər bu hissələrdə laklardan istifadə edilən zaman vaxt yoxdursa, onların qurumasını gözləmək üçün biz təmir dəsti əldə edə bilərik, oturacaq və sökənəcək hissələr. Bunlar oldu şagird stullarının təmiri texnologiyası. İndi isə müəllimlər məişət stullarını necə təmir etmək olar, onlara nəzər salaq. Əgər evdə köhnə, sınıq və dizayna uyğun gəlməyən stul varsa, biz onu atmağa tələsməməliyik. Stulların təmiri asandır. Təmirdən sonra həmin stul bizim interyerimizin ən gözə gələn əşyası ola bilər.
Məişət stullarının təmir prosesinə baxdıqda, bu proses iki əsas hissədən ibarətdir. Taxta elementlərlə iş və oturacağın tarım çəkilərək bərkidilməsi. Bir daha təkrar edirəm, məişət stulunun təmir prosesi iki əsas hissədən ibarətdir. Taxta elementlərlə iş və oturacağın tarım çəkilərək bərkidilməsidir. Bu hissə testlərdə qarşımıza çıxır. Stulun sökülməsinə başlamaq lazımdır. İlk öncə taxta gövdədən köhnə oturacağı çıxartmaq üçün vint açanla mismarları boşaltmaq və şurupları açmaq lazımdır. Boyanı və ya lakın bərabər yaxılması üçün köhnə lak örtüyünü sumbata kağızı və yaxud da cilalayıcı maşın vasitəsilə təmizləmək lazımdır. Bundan sonra, cilaladıqdan sonra biz yeni örtüyün laklama hissəsinə keçirik. Yəni, yeni örtüyün çəkilməsinə başlayırıq. Yeni örtüyü çəkmək üçün də biz interyerdən asılı olaraq ya mebel lakından istifadə edirik, ya boyadan istifadə edə bilərik. Lak 2 qat çəkilir. Baxın, bu hissədə də laklama hissəsi göstərilib. Laklanmış hissəni qurumağa qoyub oturacaqla məşğul olmaq lazımdır. Artıq oturacaq hissəsinin təmirinə keçirik. Burada oturacaq hissəsi yararsız haldadır, onun təmirinə keçirik. Laklanmış hissəni qurumağa qoyub oturacaqla məşğul olmaq lazımdır. Daha sonra stulların oturacaqların tarım çəkilərək bərkidilməsi üçün əl altında oturağın ölçüsünə uyğun süngər, zövqə görə üzlük parça və mebel üçün stepler olmalıdır. Oturacağın fanerindən ülgü kimi biz istifadə edə bilərik. Ülgü kimi istifadə edərək biz süngər döşəkçə kəsirik. Stula həcm və rahatlıq vermək üçün lazım olan süngəri iti bıçaq və ya qayçı ilə rahat kəsmək olar. 200-lü skoç vasitəsilə süngər döşəkçə fanerin üzərinə yapışdırılır. Üzlük üçün hazırlanmış parça oturacağın üzərinə tarım dartılıb hamarlanır. Bundan sonra mebel steplərin köməyi ilə üzlük oturacağa bərkidilir. Üzlüyün səliqəli görünməsi üçün pərçimlərin bir-birinə yaxın vurmaq, sonra isə iynə və ya sapın köməyi ilə oturacağın bütün qatlarını əllə tikib səliqəyə salmaq lazımdır. Baxın, bu hissələrdə də görəcəyimiz işlərin təsvirləri qeyd olunub. Köhnə süngərdən, oturacaqdan ülgü kimi istifadə olunması, kəsilməsi, hər birinin təsviri orada qeyd olunub. Stepler nədir? Stepler parçanın metal pərçimlər vasitəsilə taxtaya bərkidən mexaniki alətdir. Ən sürətli və xoşagələn mərhələ müəllimlər yığma mərhələsidir. Bu mərhələdə şurup və xırda mismarın köməyi ilə oturacağın hazır hissələri baxın birləşdirilir. Qeyd etmək lazımdır ki, uzun müddət işlənən mebel köhnəlir. Stul, kətillərin köhnələn tirləri və ayaqları boşalır, qırılır. Köhnə stulları sadə təmirini yapışqan və taxta pazların köməyi ilə yerinə yetirmək olar. Köhnə stulların sadə təmirini yapışqan və taxta pazların köməyi ilə yerinə yetirmək olar. Əgər stulun və ya kətilin köndələn tiri boşalıbsa, o çıxarılır. Daha sonra tirin baş tərəfi kərtilir və ona kiçik ölçülü oduncaq paz vurulur. Bu zaman paz bir qədər tirdən kənara çıxmalıdır. Daha sonra yapışqan sürtülmüş pazla birlikdə köndələn tiri deşiyə geydirir və mebelin səthini korlamamaq üçün çəkicin döyəcinin altına taxta titirci qoyaraq yerinə yetirib tam oturana dək vurmaq lazımdır. Burada təsvirdə də qeyd olunub. Həmin hissənin təmirini də paz və yapışqanla təmirin texnologiyası da 13-cü şəkildə bizdə təsvirdə verilmişdir.